Müğənni Kəmalə Günəşli canlı yayın zamanı səsləndirdiyi fikirlərlə diqqət çəkib. O, bürclərlə bağlı maraqlı açıqlamalar verərək bəzi bürclərin xarakter xüsusiyyətlərindən danışıb. Canlı efirdə səsləndirilən fikirlər sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər müğənninin bürclərlə bağlı söylədiklərini geniş müzakirə edərək paylaşıma çoxsaylı şərhlər yazıblar. Həmin görüntüləri təqdim edirik. Solaxa insanlardan sizə heç vaxt ziyan gəlməz. Və o insan üstəlik əqrəb bürcüdürsə, vəbşə sizə ziyan gəlməz. Əlvi rahat-rahat qoy baduşkaya belə yat. Bütün sirri dinən əqrəb bürcünə, o əqrəb bürcünə sən heç vaxt ziyan görməyəcəksən. Heç vaxt. Əqrəb bürcü səni sancar. Səni sancar. Səni sancar. Öldürər. Ancaq heç vaxt səni satmaz. Heç vaxt səni satmaz. Heç vaxt səni arxadan vurmaz. Amma səni sancar. Bunlar başqa-başqa şeylərdir ya. Bildiyin nə demək istəyirəm? Başa düşən düşdü də. Oğlaq da ola bilsin elədi. Mən indi özüm əqrəb olduğuna, oğlum da əqrəb bürcüdür. Oktyabr ayının 29-udur oğlum. O da əqrəb bürcüdür. Yəni mən əqrəb olduğuma görə mən bilirəm də əqrəb bürcləri necə olur. Əqrəb bürcü elə bir şeydir ki, əqrəb bürcü acılayar səni, səni dili ilə sancar, səni elə söz deyər ki, yəni sancar səni. Amma heç vaxt səni darda qoymaz, səni heç vaxt satmaz, səni heç vaxt kürəyindən vurmaz. Nə bilim, heç vaxt darda qoymaz. Yəni, başa düşürsünüz nə deyirəm, bunlar başqa-başqa şeylərdir. Əqrəb bürcü yenə də deyirəm. Üzvə, məsəl səni sancar, səni acılayar. Ancaq bir də var, geçsin səni sirri kimməsə etsin, səni satsın, sənin arxandan işlər görsün. Əqrəb bürcü onu eləməz heç vaxt. Yəni, Dolça bürcü haqda bir məlumatım yoxdur. Bizdə nəsildə Dolça bürcü. Böyük bacım Dolçadır da. Hədiyyə üçün çox sağ olun. Təşəkkür edirəm minnətlər. Böyük bacım Dolçadır, böyük bacım Dolçadır. Mən sadəcə ancaq əqrəblər haqqında danışıram. İndi başqa bürc haqqında danışsam, biraz ola bilsin düz danışmaram. Haqqına girmiş olaram. Kimisə xətrinə deymiş olaram axşam-axşam. O yüzden yox, şir bürcü biraz qəliz məsələdir. Şir bürcləri, qadınların bilmirəm, şir bürcü kişiləri biraz narsis olurlar. Mən sizə deyim də, şir bürcü altında doğulan kişilər narsizdir. Əksəriyyəti belədir ya. Özünü bəyənmiş, özünü sevən, belə necə deyim, özünü belə karol hiss eləyir. Amma baxırsan ki, heç, yəni o deyilsən də sən, o deyilsən. Amma gəl ki, özünü elə aparır ki, elə bilirsən ki, şax vəzir karol budur da. Yəni, şir bürcü olan kişilərin əksəriyyəti narsisdir. Hamısının adından danışmıram ha. Çünki şir bürcü kişiləri mən bilirəm, tanışım olub. Yəni, narsistdirlər. Siz məndən soruşur şir bürcü kişilərin. Mən sizə deyim, spor təşəkkür edirəm, çox sağ olun. Onlar narsis olurlar. Desələr ki, yox, biz belə deyirik, mümkünatı yoxdur. Yəni, subut da eləyərəm sizə, and da içərəm ki, şir bürcü altında doğulan kişilər narsistdirlər. 100%-dan 80%. 80% çoxluluq təşkil edir ki, şir bürcü altında doğulan kişilər narsistdir. Söqtardı getdi, bunu kamışdır ürəkdən, təmiz arzu diləkdən. Yəni belə, əqrəb bürcü, xərçəng bürcü təbliğatçı olur, araşdırır. Necə deyim, hər şeyin dərinə qədər deyil. Məsəl üçün, əqrəb bürcünə, xərçəng bürcünə, məsəl üçün, yalan danışırsan, o onu bilir. O sənə həmən dəqiqə heç vaxt üzvə vurmaz. O, səni elə vaxt da gələr
elə yalan və elə vaxtda tutar. Xərçəng bürcündən danışıram. Xərçəng vaxt səni elə bir yerdə yaxalayar, elə bir yerdə həriyar fıryar, səni elə danışdırar. Sənin yalanı öz dilindən açıb onu əqrəbə deyərsən, özündən bir ixtiyar, xərçəngə deyərsən. Xərçənglərdə cüpnozluq var, amma sizə deyim, əqrəblərdə də var ha o. Şəxsən əqrəblərdə də var o. Yəni xərçəngdir, əqrəbdir, bunlarda bu var. Mən yenə deyirəm, başqa bir bürc haqqında heç bir fikrim yoxdur, danışa bilmərəm. Ancaq şir kişiləri, şir qadınlarından məlumatım yoxdur, yalan deyərəm. Amma şir kişilərin 80%-i narsistdir. Yəni bu bir belədir. Yəni başı çıxan o ki, əqrəb haqqı, o bürclər haqqında sinofillər danışır, başı çıxanlar. Siz onlardan soruşun, onlar deyəcəklər Kəmalə xanım düz deyir. Şir bürcü altında doğulan kişilər özünü bəyənmiş, heç kimi bəyənmirlər. Heç kimi bəyənmir. Baxırsan, özdə bir şey deyir. Amma heç kimi də bəyənmirlər. Anca bizi necə deyim, səhv olsa da səhvini boynuna almır da şir bürcü. Deyir, yox, mən düzəm. Ancaq özü bilir ha səhvdir. Prosta onu dilinə gətirib şey eləyə bilmir, bəyan eləyə bilmir. Onlar çox narsis olurlar. Şir bürcü altında doğulan kişilər çox narsis olurlar. Yenə də deyirəm, hamıya şamil eləmirəm. Şir bürcünün indi mənə baxarlar, xətirlərinə deyər, 80%-i belədir. 80%-i narsizdirlər. Ged boy bürclərdən başı çıxandan soruş. Bizim də az yaşımız yoxdur. Biz də yaşaya-yaşaya görə biz iş adamı yox, biz bilirik nə var, nə yox. Mən əminliklə sizə deyirəm, şir bürcü altında doğulan kişilər narsistdir 80%.